Siz bu bəsit ağlınızla məni heç vaxt başa düşə bilməzsiniz. Sizlər öz aranızda dava salanda biriniz o birinizə acı söz deyib qəlb qıranda deyirsiniz ki, bunu iblis elədi. Halbuki mən həmişə sizi daha çox ayırmağa çalışmışam. Mən daha çox çalışmışam ki, siz dalaşmayasınız. Siz bir-birinizin xətrinə dəyəndən sonra mən xətrinə dəyilənə pıçıldamışam ki, olan şeydir, bağışlamaq lazımdır. Sənin də günahların var idi. Allah səni bağışladığı kimi sən də qarşındakını bağışla. Beləcə mən hər dəfə çoxlu sayda xətaları bağışladırdım. Qoymurdum ki, siz o səhvlərə görə dava edib ürəyinizi boşaldasınız. Qarşınızdakı sizin acı rəftarınızdan dolayı öz səhvini başa düşsün. Zamanla siz o qədər səhvi bağışlayıb keçirdiniz ki, lakin artıq sizə qarşı pis rəftarlar o qədər çox olurdu ki və qarşınızdakı adama o qədər çox susmuşdunuz ki, qarşınızdakı artıq belə qəbul etmişdi ki, sizə nə etsə azdır, siz hər şeyi götürürsünüz. Nəhayət qarşınızdakı sizə biraz daha böyük xəta eləyəndə mən sizin yanınıza gəlib indiyə qədər bir-bir bağışlatdırdığım o səhvləri yadınıza salıb sizi bir barıt çəlləyinə çevirirdim. Mən samana yox, barıta od vururdum. Normalda bir insan qarşısındakına yanlış rəftar edəndə o yanlış rəftarı görən lazımı cavabı verir. Beləcə pis rəftar edən öz səhvini başa düşür. Gələn dəfə etmir. Yanlış rəftar görən isə ürəyini boşaldır. Kin saxlamır. Lakin mən həmişə çalışmışam ki, insanlar bir-birlərini bağışlasınlar. Mən bütün kiçik xətaları bağışladıb hər iki tərəfi reaktiv maddəyə çevirirəm və lazım olan anda olan olur. Mən həmişə səhvləri bağışlatmışam. Hansı xəta ki qan tökəcək, bax orada bağışlamaq olmaz demişəm. Allah neçə dəfə kiçik bir xəta üstündə sizin cavab verməyinizi istədi ki, həm siz kin saxlamayasınız, həm də qarşınızdakı dərsini alıb sizə və başqalarına daha düzgün davransın. Amma mən tez sizin yanınıza gəlib elə o Allahın bağışlayan olmasından danışmışam. Bütün yanlış rəftarların cavabı lazımı qaydada verilsəydi, dünyada alçaq insan o qədər də çox olmazdı. Mən Allahın mələyi, şeytan ya da Lucifer sizə deyirəm, dünyanı bağışlamaq və mərhəmət etmək qədər bərbad günə qoyan ikinci bir şey yoxdur. Bağışlamaq və mərhəmət etmək alçaqlar üçün su və gübrə kimi bir şeydir. Əslində yanlış rəftara anlıq cavab vermək, dərhal təbii ki, qansız, qadasız, sakit dillə cavab vermək əsl gözəl dünyanı formalaşdıran əsas şeylərdən biridir. Necə deyim, sizin samanlığa təzəcə od düşəndə onu söndürmək imkanınız çoxdur, lakin nə qədər gec tərpənsəniz alov daha da çox böyüyür və söndürmək daha çətin olur. Eyni ilə misal üçün belə deyək, zamanında Teymur Ləngin ayağını sındırmışdılar. Amma sağ qolunu sındırsaydılar, bəlkə vəziyyət tam fərqli olardı. Eynən hələ uşaq ikən bir çox biz balaların ağzının payı verilsəydi, aldıqları travma ucbatından çoxu sakit qalmağa məcbur olardı. Lakin mən uşaqdır, yetimdir bəhanələrindən və sizdəki o ürək ağrısı zəifliyindən istifadə edib hələ balacaykən gələcəyin əzlafını yetişdirirdim. Dünyadakı alçaqların çoxu zamanında ağzının payını layiqincə almayan adamlardır. Hər kəs birinci xətada cavabını almalıydı. Məhşərdə Allah nəinki alçaqları hələ alçaq olmamışkən sadəcə səhv etdikləri halda onları bağışlayanları da sorğu-sual eləyəcək. Alçağı bağışlamaq gələcəkdə o alçağın etdiklərinə şərik olmaq deməkdir. Bunu unutmayın. Çünki siz cinayətkarı görüb üz çevirirsiniz.